Salam, xoş gördük. Mən hər il Naftalana gəlirəm və Naftalan bugün Azərbaycan və Azərbaycandan kənar, sərhədlərimizdən kənarda insanların bir nicat yeri, ümid yeridir və bura çox saylı insanlar gəlir. Mən də bir neçə ildir ki, Naftalan müalicəsi alıram. Bu il yeni tikilmiş otellərlə maraqlandım və onların içərisində Nafta oteli gördüm. Müalicəyə gələndə biz çalışırıq ki, müəyyən qədər də istirahətimizə vaxt ayıraq. Burada gözəl məqam nədir? Asudə vaxtın təşkili. Yəni 20-30 il bundan əvvəl bu söz çox dəbdə olan populyar bir söz idi, asudə vaxt. Təəssüf ki, son dövrlərdə asudə vaxt bizim yeni yetişən nəsil üçün yalnız internetdən ibarətdir və bir də telefona, kompüterə asılıqdan. Amma burada insanı rahatlayacaq bir şey var ki, asudə vaxtın təşkili doğrudan sırf asudə vaxtı. Otelin işçiləri, məsul şəxslər geniş zalda müxtəlif əyləncələr təşkil edirlər və mənim ən çox xoşuma gələn bəlkə də o yaş dövrümlə əlaqəlidir. Burada dinlədiyim həm xarici və həm yerli retro musiqilər olur ki, o retro musiqilər sanki mənim ruhumu müəyyən qədər sakitləşdirir. Məni kimi onlar da Nafta oteli seçib rahat, güvənli və tam əminliklə müalicə oluna bilərlər.